Elə bir deyim var ki, psixoloq da insanın ruhunu müalicə edir. Yoldaşımla mənim ailəmdə böyük bir problem yoxdur, amma mən tez-tez təşvişlənirəm, amma mənim telefonumu götürməyəndə narahat oluram. Bizdə bu aralar daha çox boşanmalar yer alırdı, ikili münasibətlərin çətinliyi yer alır. Filan gəlsin oğlu filan universitetdə oxuyur. Filan gəlsin uşağı filan iş görür. Bu sual varsa bunun bir gözəl cavabı da olmalıdır. İstifadə etdiyim müddətcə nəyi itirəcəm? Boşanıram, daha yaxşılarına layiqəm. Baxmaq belə istəmirsənsə, heç qəlbində belə deyilsənsə, sən yoldaşından normal yola getməyəcəksən. Dediyiniz kimi tibbin görünməyən bir tərəfidir, arxadakı qəhrəmanlar. Həkimlə söhbət verilişinin bugünkü qonağı psixoloq ailə danışmanı Ayşə Rəfiyevadır. Xoş gəlmisiniz Ayşə xanım. Necəsiniz? Sağ olun, yaxşı olasınız, çox sağ olun. Öncelikle bu yoğun iş grafikinizdə bizə vaxt ayırdığınız üçün çox xüsusi təşəkkür edirəm. Yoxdur. Ayşə xanım, ilk belə bir sualla başlamaq istəyirəm ki, ümumiyyətlə 4 illik psixoloji təhsil eğitimi həqiqətən psixoloq olmağa yetərmi? Yəni psixoloq olmaq üçün insanın ruhunda mı olmalıdır bu his, yoxsa təhsillə bunu psixoloq ola bilərik yəni? Ümumiyyətlə təhsil çox önəmlidir. Təhsil birinci yerdədir. Çünki artıq qanunvericilikdə də bəzi qaydalar çıxır və get-gedə bunu artırırlar. Necə ki, həkimlərimiz üzərində bəzi belə deyək də nəzarət çoxalılıbdır. Eyni zamanda psixoloqların üzərində də nəzarət çoxalır get-gedə və diplom çox önəmlidir. Diplomsuz şəkildə fəaliyyət göstərənlər artıq qanunvericilik qarşısında cavab verməyə başlayırlar və ona görə də birinci növbədə bizim diplomumuz çox vacibdir. Sonrasında psixoloq olmaq üçün bizim sahədə bir neçə hissəyə bölünür. Necə ki, həkimlərdə də eyni bu cürlədir. Məsələn, nefrologiyanı oxuyursan, bitirirsən, amma uşaq üzrə var, böyüklər üzrə var, fərqli istiqamətdə yönəlmələr var. Burada içərisində bəzi xəstəliklər var ki, o xəstəliklə hər həkim işləmir. Necə ki, məsələn, kardiologiyada ürək getməsi hər həkim işləmir. Eyni zamanda psixologiyada da bu formadadır. Bəzi istiqamətlər yaşla da bölünür və proseslərlə də bölünür. Var ki, məsələn, atipik uşaqlar, diaqnozlu uşaqlar, məsələn, autizm, Down ləngimələr və s. Var ki, normal uşaqlarda olan problemlər yaradır. Eyni zamanda böyüklər və yeniyetmələr də bu formadadır. Var ki, patoloji vəziyyət, var normada qırağa çıxmalar. Buna görə fərqli psixoloqlar fərqli işlər görə bilirlər. Daha çox elə bir ki, nevrologiya üzərindən təhsil alanlar, bu tərəfdə yönələnlər neuropsixoloqlar deyirik biz bunlara. Yəni klinik psixoloqlarımız da eyni zamanda daha çox diaqnoz üzərindən çalışırlar. Böyüklərdə də şəxsiyyət pozuntuları və s. Amma 4 illik təhsil və başqa üzərində artırmalar edənlər daha çox normanın kənara çıxmaları ilə çalışırlar. Ona görə də fərqli istiqamətə yönəlmə vardır. Amma hər istiqamətdə də psixoloqun özünün terapiyanın keçməsi, öz üzərində superviziyaların aparılması mütləq şəkildə bir şərtdir. Biz özümüz də məsələn hansısa psixoloqla əməkdaşlıq edəndə onun superviziyalarına baxırıq. Var və yoxsa yoxdurmu? Özündən daha yüksək bir təcrübəyə sahib olan psixoloqla işləyirmi, işləmirmi? Çünki biz bir aynayıq, insanların aynasıyıq. Qarşı-qarşıya oturduğumuzda öz problemimizi aynalaya bilərik. Məsələn, siz gələrsiniz həyəcan təşviş problemi ilə yanıma. Mənim özümdə həyəcan təşviş nə zaman keçirmişəmsə onu xatırlaya bilərəm və ona görə də daha çox narahatçılıq keçirib sizə yardımcı olmaya bilərəm. Onu üzdən görməyə bilərsiniz, amma enerji alanında və eyni zamanda bizim bir-birimizə ötürdüyümüz avrada siz oradan sağlam çıxmaya bilərsiniz, xoşbəxt çıxmaya bilərsiniz. Ona görə də bizim özümüzün bu yolu keçməsi çox vacibdir. Özümüzün travmaların, özümüzün o kilit nöqtələri nədirsə, onları açmağımız, onlar üzərindən illərlə superviziya və terapiya almamız ilkin olaraq şərtlərdən biridir. Yəni diplom birincidirsə, ikinci olaraq bu özü vacibdir. Çünki hər insan hansı sahəyə gedirsənsə get, bir ailədə böyümüsəndir, bir psixologiya sahibi olmusan və bir auranı götürmüsən. Amma digər insanlar sənin avrandan eyni olmaya bilirlər. Sən onların hər birisini empatiya qurmaq üçün, düzgün şəkildə yönləndirmələr etmək üçün və düzgün terapiya aparmaq üçün birinci özünün arınması lazımdır, birinci özünün neytrallaşması və Yəni psixolojik olaraq sağlam olması gerekir. Təbii ki. Məsələn, az öncə dediniz ki, məsələn, atıram kardioloq ürəyi müalicə edir, stomatoloq dişləri müalicə edir. Belə bir deyim var ki, psixoloq da insanın ruhunu müalicə edir. Burada 3 istiqamətlə götürmək olar psixologiyanı. Ruhumuz, beynimiz və bədənimiz.
Psixoloji vəziyyət hamısı ilə əlaqədardır. Həm beyinlə əlaqədardır, həm bədənlə, həm də eyni zamanda somatik hallar var burada və eyni zamanda ruhumuzla bağlı. Üç istiqaməti düzgün yönəldərsənsə, sağlam psixoloji duruma gəlib çatırsan. Yəni somatik hallar var ki, məsələn, bədən əzbərləyir uşaqlıqdan bunu. Bir kitab var, məşhur Bədən qayıt tutar deyə bir kitab var. Orada oxuduğum bir çox istiqamətdə, yəni insanın somatik hallarını vurğulayırlar. Hansısa müharibə şəraitində böyümüş bir uşaq və yaxud evdə davalar olmuş bir uşaq sonradan çox yaxşı bir mühitə düşsə belə, bədən əzbərlədiyi üçün tez-tez həyəcan, təşviş və stresə məruz qala bilir. Bunun nə ilə bağladığını bilmir. Deyir ki, məsələn, yoldaşımla mənim ailəmdə böyük bir problem yoxdur, amma mən tez-tez təşvişlənirəm, amma mənim telefonumu götürməyəndə narahat oluram, hədsiz dərəcədə qorxu keçirdirəm və birdən onun başına nəsə bir hadisə gələr. Bədən başlayır artıq əl-ayaq əsməyə, əl titrəməyə, yəni özünü idarə etməməyə. Bu bədənin əzbərlədiyi bir vəziyyətdir, gətirib çıxartdığı bir durumdur. Həmin o bədənin başqa bir obyekti də özünün köçürtdüyünü hiss edir. Yoldaşla bağlı heç bir problem yoxdur. İndi işi var. Məsələn, əməliyyatdadır. İnsan cavab verə bilmir. Amma o oradan narahatçılıq keçirtməsi o deməkdir ki, artıq bunu hansısa bir obyektə köçürdü. Bədən əzbərlədiyi bir vəziyyəti ona uyğun bir elə bir obyekt xatır özünə. Eyni zamanda beyin də bu formadadır. Məsələn, biz düşünmüşük ki, atamız bizi dəyərsiz hesab elətdirir və eyni zamanda bizi sevmir. Bu düşüncələr vardır uşaqlıqda və inanclar vardır ki, qara inanclar tutan, qara pişik Ömründən keçərsə şanssızlıqdır. Nə bilim, qarğa deyirlər, bayquş belə bir var ki, ölümlü xəbər verir, ya nədirsə belə. O gəlib evinin başında səs çıxardırsa, yəni kimsə öləcək deyə. Belə bir deyimlər vardır. Bu deyimlər bizim qara inanclarımız deyə bir şuuraltı kodlarımızdır. Bu inanclar insanın düşüncəsində yer alır və bənzər situasiyalar gəlib çıxanda bizim həmin o düşüncələrimiz tətiklənir. Beyin də eyni şəkildə elə bir əzbər tutur sanki, ta ki onu nötrləşdirməyənə qədər. Eyni zamanda ruh da bu formadadır. Bunların hər birisini keçəndə belə insan, yəni beyni biz psixologiyada işləyirik, terapiyalarda, bədən somatik vəziyyətlərini işləyirik. Sadəcə ruhu təkamül elətdirməyəndə yenə bir boşluq qalır. Yenə bir hardasa insan hiss eləyir ki, nəsə çatışmır. Deyir ki, əksiklik var. Deyir ki, məsələn, ailəm normal şəkildədir, işim normaldır, düşüncələrim qaydasındadır, amma olan pis fikirlər gəlmir. Mən gözəl işlər qurmuşam, pul gəlir, uşaqlarım qaydasındadır, mən hər kəs hörmət eləyir və s. Maşınım, evim, işim, başqa ölkəyə belə çıxıb gedə bilirəm. Yəni işimi yenidən qura bilirəm. Bu cür artıq özgüvənim məndə yaranıbdır. Amma nəsə çatmır. Yəni həyat budurmu? Bundan sonra nə baş verəcək? Nəsə bir boşluq var burada. Bu boşluq artıq ruhun bizim qapımızı döyməlidir ki, mənim də təkamülə ehtiyacım var. Və sonları necə bərpa edirsiniz? Yəni Boşluğu doldurmaq üçün necə kimi edirsiniz? Boşluğu doldurmağın artıq insan özü artıq ruhuna nə ehtiyacı var onu bilməsi lazımdır. Ruh niyə burada boşluğa düşüb və həqiqətən nə ilə daha çox rahatlıq tapa bilər, nə ilə aramlaşa bilir. Yəni bunu insanın fərdi olaraq özünün tapmaq lazım. Düzdür, biz dəstək oluruq, söz yox. Amma biz ona demirik ki, get bu stəkan suyu iç və sənin ruhun sakitləşəcək. Bu deyil. Yəni biz ona əlindən tutub bu yolu gedirik birlikdə, amma onu özü tapır və özü daha çox ehtiyaclarını görə bilir. Toplumumuzda psixoloqa ehtiyac nə qədər var sizcə? Məncə ümumiyyətlə hər bir insanın bir psixoloqa ehtiyacı var. Belə bir deyimi çox eşidirəm. Yəni psixoloqun özünün belə psixoloqa ehtiyacı var deyirlər. Gəldim, tanış oldum sizlə deyir, psixoloqa ehtiyacınız var imiş. Əlbəttə var. Yəni əlbəttə mənim psixoloqa ehtiyacım var. Mənim həyatımda da çətinliklər baş verir. Mən də öhdəsindən gələ bilmədiyim məsələlər var. Bizim hərəmizin hər tərəfi var. Mənim necə sakit və rahat qəbul elədiyim bir tərəf varsa, bu cür əsəblə əsəbləşdiyim, narahat olduğum, yəni bir aqressiya göstərdiyim tərəfim də var və yaxud qorxuya düşdüyüm bir hissə də var. Necə ki, biz deyirik ki, uşaq da məsələn qaranlıqdan qorxur, böyük də nəyisə itirməkdən qorxur, böyük də xəstəlik qorxur, yaxınlarının o uzaqlaşmağından və s. qorxur. Hərəmizin bu hissələri vardır təbii ki və əlbəttə bizim psixoloqa ehtiyacımız vardır. Yəni bu hər insanda var. Yəni hər insan başqa bir insanla analiz üzərindən bunu gedə bilər. Mən superviziya zamanı
Bir dəfə hocamızın birinə dedim ki, bunlar hamısını çox yaxşı üzərində işləyə bilirəm, oturub bir-bir yazıram, analizləri edirəm, amma o qədər bəzi dərinliklər var ki, mən onu görə bilmirəm. Bunun üçün tranzaktiv analiz lazımdır və tək başına onu çıxarda bilmirsən. Buna bir ayna lazımdır. Yəni ona görə də hər kəsə bir ayna lazımdır. Amma təəssüf ki, toplumumuzda hələ də kiməsə deyəndə ki, bir psixoloqa get danış, bir görün. Mən dəliyəm deyə psixoloqa gedim. Nə işim var psixologda? Yəni bu hələ də davam edir amma təəssüf günümüzdə. Psixoloqu necə algılayırsınız siz? Xəstəyəm, xəstə kimi mi qəbul olunmalıdır? Dediyim kimi, diaqnozlu pasientlərlə işləyən psixoloqlarımız çoxdur, var. Mən də işləmişəm. Yəni bu başqa bir hissədir. Bu demək deyil ki, məsələn siz necə ki, həkimlikdə pasient gəlir ağır bir implantla, yəni siz ona işləməlisiniz və bu hissəni də bilirsiniz və bu sahə üzrə işləyirsiniz. Bir də ki, kiçik bir ağrıdan dolayı, nə bilim, diş ətinin qanamasından dolayı və yaxud nə bilim, hansısa bir rənglə bağlı problem var, onunla bağlı müraciət edib, buna da baxırsınız, bunun üzərində çalışırsınız. Yəni bu dərəcəyə görə psixoloq onsuz da terapiyanı ayarlayır. O demək deyil ki, sən hansısa bir ağır xəstə olmalısan ki, son momentdə psixoloqa. Onsuz da ağır etapa gələndə psixoloq çox köməkliklər eləyə bilmir. Artıq o etapa gəlirlər, çatırlar ki, yəni şəxsiyyət pozuntuları artıq, yəni biz orada sağalmanın çox mümkün olacağını görə bilmirik. Dərman psixiatrlara yönləndirmə olunur ki, stabil həyat yaşasınlar və necə həyatının kənarına çıxmasınlar. Öz işlərinə gedə bilsinlər, ailəsini dolandıra bilsinlər, ailə ilə yola gedə bilsinlər, amma yəni bu sağalma deyildir. Yəni əslində bir növ siz sözəl müalicə edirsiniz də insanlar. Sözlərlə, cümlələrlə. Bunu daha çox enerji ilə deyərdim, aura ilə deyərdim. Çünki nə qədər sözün və savadın güclü olursa olsun, sənin auran o insandan tuta bilmirsən, sən ona o rahatlığı bəxş edə bilmirsənsə və bəzi nöqtələri ona göstərə bilmirsənsə, yəni aynan şəffaf deyilsə, mümkün deyil orada nəticə olsun. Burada savaddan daha çox Danışar və enerji məsələsi. Tamam, razıyam sizlə. Məsələn, mən həmişə özümdə hər hansı bir psixoloji durumumun artıq bir dəstəyə ehtiyacı olduğunu hiss etdiyimdə, hep məsələn mən də fikirləşdim, yox. Hep bu şey tutmalıydı kafamda. İnsanın psixoloqu insan olmalıdır. Özü olmalıdır. Özüm özümü tədavi etməyə bacarmalıyam, özümü yönləndirməyə bacarmalıyam. Amma özümdə belə, yəni bir yerdən sonra görürəm ki, artıq yetmir. Mənim bir dəstəyə ehtiyacım var. Düz bəlkə məndə də hardasa bir yerlərdə bir çevrəm tərəfindən bir şey var idi ki, yox, əşi getməyib psixoloqa, özümü və yaxud da hətta gedəndə belə bildirmədən getmişdim kimsəyə. Amma çox ünlü bir Türkiyədə psixoloq var idi. Hələ də məsələn bilmirlər kim olduğunu deməmişəm insanlara. Amma əslində onun gedib bir neçə seans onunla görüşəndən sonra, söhbət etdikdən sonra özümdə gördüm ki, yox, əslində bu deyilməlidir, bu insanlara çatdırılmalıdır və mənə nə qədər bir həyatımda dəyişiklik olduğunu da fərq etmişdim orada. İlk dəfə gedəndə psixoloqumuz mənə oturdu. Dedi ki, özünü necə hiss edirsən? İlk sualı belə olmuşdu. Normal, istər-istəməz tanımadığım bir adam, bir də ünlü bir insan, biraz gərginəm falan. Dedi ki, tam rahat ol, işte mən iyice rahatlattı, söhbətlər, işimizdən, oradan, yaşantılarından falan filan. Biraz keçdi və sakit, səssizlikdi. Heç bir şey soruşulmur. Dedi ki, sən bu şəkildə davam edərsənsə, sənə Freud belə çözəməz. Açılmalısan, yəni o qədər mənə belə şey göstərdi, yəni yol açdı ki, mən bütün hər şeyi aşama anlattım ona və nə qədər yükümün hafiflədiyini hiss eləmişdim. Yəni bu cür gələn pasientlər çox olur ki, hansı ki, yanımızda eləşirlər, götürür ki, bir kardioloqdayam, bir həkimdəyəm. Yəni bunu bildirməyə utanırlar, bunu göstərməyə utanırlar. Çünki sanki hansısa bir ayıb bir iş görürmülərmiş kimi. Amma mən elə fikirləşirəm ki, bir psixoloqa ağıllı insan gəlir, özünə dəyər verən bir insan və özgüvənli bir insan gəlir. Mənim üçün özgüvən o demək deyil ki, biz hər şeyi mükəmməl bacarırıq. Özgüvən o deməkdir ki, bizim minuslarımızı da görürük, mənfi tərəfləri də görürük və eyni zamanda bu tərəfləri qəbul edirik. Yəni, mən maşın ala bilirəm. Mən pulu yox da hazırda, maşın ala bilmirəm və eyni zamanda ona ehtiyacı duymuram. Amma elə insan var ki, götürür deyir ki, getdim 3-4 dənə maşın var, əlində də pul var idi, düşmədi, nəsə bəyənmədim, bunu ala bilmədim. Yəni, almaq istəmədim, o falan idi, indi gətiriblər 2 tane maşınları belə getdi, bəs məncə belə oldu. Yəni, baxırsan ki, 500 dənə bəhanə gətirəcək, fakt almamısan da, yəni ki, bunu qəbul eləmək, sənin əlində pul ona uyğun olmayıb, ürəyin istədiyi kimi bir şey olmayıbdır, sən almamısan bunu. Bunu rahatlıqla qəbul eləmək də əslində özgüvən olmağı.
Yəni bir şeyləri bəzəyib düzəlmədən insanlara təqdim etmək, var olan bir hissəni var olduğu kimi bildirməkdir. Amma təkamül yoluna gələndə, yəni insan dəyişə bilirmi, o siz deməli yüklərindən azad ola bilirmi psixoloq sayəsində və yolu açıla bilirmi? %100 bu ola bilir. Yəni düzdür, genetika çox vacibdir, DNA'larınız çox önəmlidir, böyüdüyünüz mühit önəmlidir. Amma işləyən insanın öz üzərindən hansı səviyyəyə qədər işlədiyini çox bağlıdır. Siz inanarsınız ki, mən hiperaktivlik sindromu əziyyət çəkən bir uşaq olmuşam. Yəni məndən oturursunuz, indi enerjimi hiss edirsiniz. 2 saatda belə oturub bu tempdən sizdən danışa bilərəm. Məndə hiperaktivlik hiss edirsiniz. Amma mən hiperaktiv bir uşaq olmuşam. Ümumiyyətlə psixoloqlar daha belə sakin və səssiz həmişə danışırlar. Yəni bunu o dediyimiz kimi çalışmaqla insan öz həm ruhunu, həm bədənini tanımaqla, fərqindəliklə artıq davam edən bir hissədir. Sənin hardan gəldiyindən daha çox deyil də, sənin nə qədər üzərində işlədiyindən əlaqədardır. Biz artıq dediyim kimi mən 2015-ci ildən bəri həm terapiyalar, superviziyalar aldım, universitet bitəndən sonra, daha sonra artırmalar və s. Amma bu uzun müddətdə artıq 10 ildir ki, aldığım superviziyalar və terapiyalar məni bu vəziyyətə gətirir, çıxardan bilirlər. Tamamilə fərqli olan, anidən reaksiyalar verən, impulsivlik olan, hiperaktiv olan, bir yerdə dayana bilməyən, 40 dəqiqə stolda oturmaq mənim üçün dünyanın ən böyük əzabı olan bir şey. 40 dəqiqələr, 5 dəqiqə üstündə dayanmaq belə tərpənirdim, nəyisə bir şeylər eləmək istəyirdim və fikrim 3-4 yerə yayılırdı. Bu vəziyyətə gəlib çıxırdım. Amma indi bəlkə saatlarla oturub kimsə dinləyirsiniz. Eynən və tüm diqqətimi ona verirəm. Psixoloqların mesleki deformasiyonlardır. Məsələn, biz ilk insana görüşəndə fərq edəmirlər nə işdir. Direkt insanın dişlərinə baxar. Oradakı asimetriya və yaxud da bir rəng fərqi həmən bizi narahat etməyə başlayır. Psixoloqların necədir mesleki deformasyon? Bu psixoloqun özündən asılı olan bir şeydir. Nəyə daha çox diqqət göstərirlər. Əslində qalanda tam öz üzərində işləməmiş bir psixoloqdursa, daha çox qınamaqla başlayır. Bunun analizlər başlayır. Yəni analiz bir növdə altında qınamaqdır. Bunun öz güvəni əksikdir, bunun nə bilim narsistdir, bu nə bilim nədir, belə şeylərlə başlayırlar. Amma şəxsən mən özümlə deyim ki, mən fiziki olaraq somatik və somatik hallarla çox işlədiyim üçün və birinci başladığım yer klinik, yəni hissə olduğu üçün mən fiziki görüntüdən analizi bacara bilirəm. Fiziki hissə mənim üçün çox önəmlidir. Düzgün bədən quruluşu, düzgün insan olduğunu göstərir. Doktor, bilirsiniz ki, uşaqlarla çox işləyirəm. Özellikle son dövrlər daha aktiv uşaqlarla işləyirəm. Həmişə deyirəm ki, mən nə öyrəndim ki, uşaqlarla öyrəndim. Gerek psixolojik olaraq, gerek dünyəvi görüş olaraq uşaqların həqiqətən çox şey öyrənmişəm də bu işlədiyim müddətdə. Ən çox qarşılaşdığım problem nədir? Uşaqdakı dental travma. Ya bu bizim başımızın bəlasıdır. Əlbəttə ki, bunun üçün sedasiya yöntəmlərimiz var, digər yöntəmlər var, bunlara baş etmək üçün. Valideynin uşağı məcbur gətirib evdə məsəl üçün, bax sən sabah dişə kimi gedəsən, orada ağzını açmasan sənə bu olacaq, bunu edəcək, bunu edəcək. Yəni bu baskı ilə uşağı gətirib, uşaq otağa girəndə həqiqətən uşaqdakı o qorxunu, yəni o çarəsizliyi hiss edir. Bu haqqda nə danışmaq istəyirsiniz? Bir də burada mənə gəlir siz özünüzün gözəl empatiya qurmağa çox vacibdir ki, yəni bunu bacarırsınızsa uşağın ana ilə olan hissəsini biraz azalda bilirsiniz. Yəni tamam ağzını açmasan da olar. Gəl bir oynayaq birlikdə. Baxaq görək oyuncaqlarımız necədir, sən bəyəndiyin oyun hansıdır, sən bəyəndiyin, yəni televizorda baxdığın bu film hansıdır, cizgi filmi və s. Bundan başlayanda təbii ki, uşaq deyir ki, mən fərqli bir şey gözləyirdim, fərqli bir yerə gəlib çatmışam. Ondan sonra yavaş-yavaş bunu müalicə etmək yoluna çıxa bilərik. Amma valideynlərin düzgün yanaşmamağı bu həm sizin sahənizdə, həm də digər sahələrdə çox görünən bir durumdur. Ümumiyyətlə həkim qorxusunu yaratmaq, uşaqlıqdan ağzını aç yemək verəcəm, yəni həkim gələr, polis gələr, iynə vuracaqlar sənə, polis gələr və s. Ümumiyyətlə bunları bu formada göstərmək bir uşağın mənfi bilinən həyata başlamağı deməkdir. Çünki mümkün deyil ki, hər hansısa bir uşağın həkimə getməyəcək bir vəziyyətdir. Yəni bu qızdırma qalxır, yəni o qədər problem. Analizə gedirsə heç nə olmayacaq. Analizə gedirsə, bəli, analizə getmək lazımdır.
təminlərin dəyərləndirilməsi olmalıdır və s. Yəni bunu elə bir şeydir ki, polis belədir ki, sən yolda gedir, istənilən insan maşında da olsa, taksi ilə də yol alsa və polisi yolda görür, uşaq da yolda polis görür. Yəni polissiz bir həyatı düşünmürük də bir uşaq üçün. Yəni mümkün deyil. Bir ölkədə polisi görməyəsən və sən onunla o uşağı qorxudaraq mənfi bir həyata başladırsan. Uşağa bunların təlimini əvvəlcədən verilməsi gərəkən bir şeydirsə, tərbiyə olaraq, yəni həkimlər bizim həyatımızda böyük bir rol oynayırlar. Sənin həyata daha elə bir keyfiyyətli yaşam tərzini qazandırmağa sağlayırlar. Eyni zamanda polislər o formadadır, digər məsləklər bu eyni zamanda belədir. Bu formada təlim verməli olduğu halda, əgər qorxudursa bu məsləklərlə, burada ciddi bir problem vardır. Yəni düzdür, uşağın özü də əgər həssas emosionalsa daha çox qorxur. Biri var ki, uşaq əvvəldən qorxularla gəlib həyata, hamiləlik vaxtı valideyn bəzi problemlər yaşayıb və s. Ona uşağa bu sözləri deyəndə daha bir travma yaradır uşaqda. Yox, əgər ki, yəni uşaq biraz özgüvənlidir, şıltaqdır, yəni ailənin artıq 3-cü, 4-cü, 2-ci uşaqdırsa, burada artıq nisbətən daha az bir qorxular yaranır və siz onu daha tez müalicə edə bilirsiniz. Amma həssas emosional ilkin uşaqlarda daha çox bunu görürük ki, daha da narahat olur. Yəni onun uşaqlarında dəhşət çox görür. Yəni valideyn o qorxusu, baskısı, hətta olub ki, məsəl üçün valideyn bizim yanımızda uşağa qarşı şiddət göstərməyə qalxıb, həmən yəni anında durdurmuş. Yəni belə şey mümkün deyil. Yəni neçənci əsrdəyik, neçənci dövrdəyik. Yəni önündəki uşaqdır, yəni bunu uşaq kimi anlamalısan, ona o cür rəftar edə bilərsən. Və düzgün də yönləndirmə lazımdır. Yəni demək lazım deyil ki, məsələn uşağa diş çəkiləcəksən, düzdür, indi müəyyən bir etaplar var ki, uşaq onu hiss eləmir, keyflər və s. bunlardan istifadə edirsə, amma mən öz şahidi olaraq bunu poliklinikada mən görmüşəm. Kağız almaq üçün getmişdik. Bizim o vaxt işlərimizə belə poliklinikadan verilən tibbi kağızlar lazım idi və növbədə gözləyirdim. Orada uşaqlar diş həkimine gəlirdilər. Hamısı heç nə olmayacaq, heç bir şey olmayacaq, narahat olma, sən ağzına baxacaq və sən çıxacaqsan. O qədər həvəslə gələn belə uşaqlar da var idi. Həkim də, məsələn, yaşlı bir həkim dedi, narahat olma, hər şey əla, bir də ağzına baxırıq, pıs-pıs eləyib sən gedirsən. Və həmin vaxt uşağın dişi çəkilir və inanın elə ağlamaqla, elə yəni mən o koridorda yəni bəlkə də travma yaşadım. Yəni uşağın bir ağlamaqla, ağlısı qanın içində o formada pambığı basıb yola salırlar. Yəni nə keylici vurmadan, heç bir şey eləmədən mən orada yəni bir dəhşətə gəldim ki, necə yəni çoxdur. Hələ də bilimizdə var. Hələ də var yəni. Məsələn mən həmişə uşağa öncə bir uşağa məsəl üçün sayma ilə başladıram. Neçə əlim var, neçə qolum var. Məsələn uşaq bəzən deyir ki 5 əlim var. Mən asla yox, sənin 5 əlin yoxdur, 2 əlin var, bunu demirəm uşağa. Tam uşağa gəlirəm, bəs neçə dişim var? Məsələn artıq uşaq deyir ki, dişlərimi də sayaq. Ta ki onu yavaş-yavaş o koltuğa oturdana qədər. Amma uşaq hep bunu deyirəm. İndi mən sənə iynə vuracağam. Amma bizim iynə o birisi iynələrdən fərqlidir. Onda görürəm uşaq həqiqətən normal böyük xəstə kimi oturub ağzını açır. Amma yetər ki, bunun kökündə valideynin baskısı olmasın. Fərqindəlik düzgün şəkildə yönləndirilmək, düzgün göstərmək, yəni məsələn dişlərinizi müalicə edəcəm və belə birinci dişlərini samplayacaq, ağzında qurtlar olmayacaq falan filan. Birinci keyfin olacaq, sən heç bir ağrı hiss eləməyəcəksən. Yəni bunların hamısı uşağa fərqindəliyin qazandırmaq. Çünki zəkalı uşaqlar da hamısının zəkası yerində olanlardır. Onsuz da problem uşaqlar çox vaxt sedasiya ilə bildiyim qədərlə, çünki daha çox narahat olub hərəkət göstərə bilirlər deyənə. Bir normal zəkası olan yerində olan uşaqlar zəkalı formada da izah edirlər. 3 yaşında məsələn heç unutmam uşaq. 3 yaşında bir balaca bir pasiyentimiz vardı. Bildiyimiz böyük xəstə kimi oturdu, ağzını açdı, lokal anesteziya elədi, iynə vurdu ona və dişlərini sinirdən çıxartdıq. Heç bir tepki yox. İndi istər-istəməz uşaqdır, narahatdır, hərəkət eləyir, başını daşıyır, amma normal böyük bir xəstə kimi, yoxsa bu iynədir, o nədir, baxın, göstər falan belə şeydir. Olur yəni belə hallarda başlanır. Çünki valideynin orada bilirsiniz biz valideyn olaraq uşaqdan böyük davranış gözləyirik, amma onlara böyük kimi söhbət etmək istəmirik. Uşaqdır da gedəcək həkimə, görəcək olacaq. Belə süd dişiddən orada çəkiləcək. Süd dişidlər çəkiləcək, töküləcək, gedəcəkdən. Biz özümüz onlara uşaq kimi rəftar edirik, uşaq kimi psixoloji enerji göndəririk, amma gözləyirik ki, onlar böyük olsun. Ailə danışmanlığı ilə məşğulsunuz. Bəli, həm böyüklərlə çalışıram, həm uşaq, həm də ailə. Ən çox hansı sorunla qarşılaşdınız?
Bizdə bu aralar daha çox boşanmalar yer alırdı, ikili münasibətlərin çətinliyi yer alır və bunun üzərindən çox işləyirəm. Yəni çox çalışıram ki, daha yaxşı bir vəziyyətə aparmaq. Təbii ki, cəmiyyətin başqa cür yönlənilməsi nəticəsində sosial şəbəkələrin də burada çox böyük rolu var. Qadınların bir azadlıq tələbi və eyni zamanda qadınların daha çox iş sisteminə yönəlməsi və s. burada artıq gətirib çıxardığı o deməkdir ki, müqayisəyə, kişi ilə qadın müqayisəsinə. Amma biz ailədə gözləmirik ki, biz onunla özümüzü müqayisə edirik. Biz həm ahəng bir həyat gözləyirik. Yəni o falan işdə işləyir, mən falan qədər qazanıram. O falan vaxtda evə gəlir, mən falan vaxtı gəlirəm. Yəni bu müqayisə varsa ailə deyildir. Yəni özünüz də ailədə doğulmusunuzsa, qardaş başqa olur, qız uşağı başqa olur. Yəni iki qardaş belə bir-birinə oxşamır, iki əkiz uşaq belə bir-birinə eyni deyil, eyni həyat tərzi keçirmək istəmirlər. Müqayisələr daha çox və bizim öz içimizdə müqayisə və çöllə bağlı müqayisələr bizim həyatımızı get-gedə uçurmalı. O müqayisə həyatımızın hər zaman məncə bir mərkəzində olacaq. İstər-istəməz. Çünki uşaqlıqdan belə məsəl üçün filan kəsin oğlu filan universitetdə oxuyur. Filan kəsin uşağı filan iş görür. O müqayisəni məncə düşünürəm ki, bizim uşaqlığımızdan bəri var və hələ də davam edir. Bu sual varsa beynimizdə. Yəni mən gedirəm işə bu qədər qazanıram, işə kimiyəm, filan kəs bəs mən qədər qazanır, filan kəsin pasiyenti bu qədərdir, mənim pasiyentim bu qədər. Bu sual varsa bunun bir gözəl cavabı da olmalıdır bizim beynimizdə ki, o işin, o pulun, o dəyərin, o havanın və ailənin gətirdiyi nə var? O nə qazanır, yəni mənlə nə əldə eləyir və o həyatın hansı hissələrə gedir çıxır, mənim həyatım hara gedir çıxır. Fərq etməz onun nə plusu varsa, minusları da var, biz görmədiyimiz tərəf. Mənim nə minusum varsa, bir o qədər də plusum var. Yəni onun nə ilə imtahan olduğunu, nə ilə sınandığını bilmirik, nələri əlindən çıxdığını biz bilmirik. Gördüyümüz odur ki, yaxşı bir ailəsi var, amma ailənin içərisində hansı çətinliklər var və hansı çətinliklər ailəni əldə edib, onu görmürük. Tamam, 20 min qazanır, ora gəlib çatana qədər nəyi və o 20 min sayəsində nələri itirir. Mən həmişə şəxsən onu özümə sual verirəm, nə isə əldə edəndə, mən bunu əldə elədiyim müddətdə, yəni bunu istifadə elədiyim müddətcə nəyi itirəcəm? Əsəbimi itirəcəm? Həyat tərzimdə bəzi məhdudlaşdırmalar mı olacaq? Yoxsa öz valideynlərimə zaman ayırmağımı itirəcəm? Və s. Yəni əldə elədiyin şeyi sorğulanmırsansa, hə tamam bu telefon mənim olmalıdır deyə baxırsansa, bu maşın mənim olmalıdır deyə baxırsansa, mən bunun bədəlində nələr ödəyəcəm? O isə odaqlanmırsa, onu özünü sorğulamırsansa, təbii ki, müqayisələrin çox olacaq. Bir də düşünürəm ki, özənti, filan kəsi özənti. Məsələn, filan kəsin yoldaşı iPhone 17 Pro Max aldı. Mən də istəyirəm. Yəni bu adamın məsəl üçün də o var ailələr ki, həqiqətən çox əziyyət çəkir, məsəl üçün orada kişi tərəfi çox yük qaldırır, amma onun bir iPhone 17 məsəl üçün alacaq gücü yoxdur. Amma bu dediyiniz kimi sosial mediadan baxır, özənti, padurqam aldı, istifadə elədi, mənim də olsun. Çox önəmlidir ki, insan baxır başqasına, onun o gördüyü tərəfi istəyir. Amma səndə olan tərəfin öndə olmadığını bilmirsən. Bunu qəbul etmək də istəmirlər. Sanki belə olmalıymış kimi. Belə bir şey. Bəli. Biz yoldaşlarımızla, ailələrimizlə bir-birimizi aynalayırıq. Onlar bizim hər birimiz bir tərəfidir. Məsələn, uşaq dünyaya gətiriləndə belə birinci uşaq bizim daha qorxularımız olan tərəfimiz olursa çox vaxtı, ikinci uşaq bizim daha özgüvənli olan tərəfimiz, daha çox həyatda rol tapdığımız, yəni yer tapdığımız bir hissəmiz olur. Biz orada ikisi ilə də münasibət qurarkən əslində bizim öz tərəfimizlə münasibət qururuq. Eyni yoldaşımız da bir hissəmiz olur. Mümkün deyil ki, yəni o sənin müəyyən bir hissən olmasın. Bir hissən olur, sadəcə o səni aynalayır və sən özünün o tərəfindən necə yola gedirsənsə, onunla da o cürə yola gedirsən. Məsələn, yoldaşın aqressivdir, daha çox hər şey tez əsəbləşəndir. Sənin müəyyən bir məsələlər tez əsəbləşdiyin yer vardır. Mütləq ki. Sən o tərəfini görmürsən, qəbul eləmirsən, heç baxmaq belə istəmirsənsə, heç yəni o hissəni fərqində belə deyilsənsə, sən yoldaşından normal yola getməyəcəksən. Amma biz yəni indi hal-hazırdakı zamanda nə edirik? O belədir, o tez əsəbləşəndə, o tez aqressivdir, mənə qayğı göstərmir. Boşanıram, daha yaxşılarına layiqəm. Çözüm yox.
qaçışdır. Qaçışdır. Da. Bu boşanmaların daha 99% demək olar ki, indi Azərbaycanda qaçışdır. Yəni mən həll eləyim yoxdur. Amma nə qədər qaçsan da, o sənin yoldaşınla olan o hissəni həll edə bilməsən, sən oğlunla gəlib çıxacaqdı qarşıma. Oğlun olmayacaq, dostunla gəldi. Ya gələcəkdə hansısa bir sevgilin olacaqdı, eyni prosesi yaşayacaq. Yəni bu qaçış dediyiniz, yəni həyatımızın hər anlamında məsəl üçün tək boşanmaq mənasında yox, məsələn bir problemdən qaçmaq, qurtulmaq əslində çözüm deyil. Ona görə Çözməyə mənası. seçəndə özünüz həyatınızda bir insan seçəndə baxmalısınız ki, o işdə olan problemdən necə qaçır? O evdə, ailədə olan problemindən necə qaçır? Ya və ya necə həll edir? Necə öhdəsindən gəlir? İşdə yarandı, məsələn, iş yoldaşına hansısa bir problem var. Deyir ki, o məni dəyərsiz eləyir, gedir müdiriyyətə xəbərlik eləyir və s. və s. Sən nə edirsən? Sən bunun öhdəsindən necə gəlirsən? Gəlib evdə üstünü töküb əsəbləşib orada gelib susursanmı? Yoxsa bunun bir çözüm, həlli yolunu mu tapırsan? Yəni, yoxsa bir müdiriyyətlə danışırsan və onun sənin görməsini və başqa tərəfdən yanaşmasını tələb edirsin və s. O, əgər özgüvənli bir şəkildə problem həll etmə bacarığına sahibdirsə, sizdə də olan problemləri həll edə biləcəkdir. Yəni, sizin ailədə də mümkün deyil ki, ailədə problem çıxmasın. Həyat onsuz da çətindir. Biri var ki, sən əl-ələ sadəcə o öhdəsindən gəlsin o problemləri. Bir də var ki, qarşı-qarşıya müharibə zonası kimi sən onun öhdəsindən gəlməyə vaxtlayırsan. Artıq qarşı-qarşı o ayrı cəbhə, sən ayrı cəbhəsənsə, əl-ələ deyilsinizsə, təbii ki, həm həyatın çətinliyi, həm ikinizin bir-birinə olan belə deyində o istiqamətdə yönəlməyiniz həyatı çətinləşdirəcək və travma nəticəsi gəlib çıxacaqdır. Bir də var ki, həyatımızda məsəl üçün belə bir doğruca deyim, hava üstünlüyü. Yəni problemləri bastırmaq. Qaçmaq, bastırmaq, öhdəsindən gəlməmək, bu da problemini bacara bilməməkdir. Biz ümumiyyətlə burada resilience deyirik buna, psixoloji dayanıqlılığı ölçürük, həm emosional zəkanı, həm resilience ölçürük. Bu insan problemə nə qədər dayanıqlıdır. İnsan var ki, yəni pantaryanı xarab oldu deyən özünü asacaqdır, yəni bir yeri inlətəcəkdir ki, mənim pantaryanım xarab olubdur. İnsan var ki, həmən usta çağıracaq və çözüm axtaracaqdır. İnsan var ki, özü öhdəsinə gəlməyə çalışacaqdır. Bir YouTube açıb baxacaq ki, bu niyə xarab olub, necə düzəldim bunu. Yəni fərqli yanaşan, bir problemə fərqli yanaşan insanlar vardır. Biz buna psixoloji dayanıqlılıq deyirik. Necə öhdəsindən gələn bilir, nə qədər dayanıqlıdır. Məsələ hadisənin başa gəlməyi deyil. Məsələ sizin hansısa insanı itirməyiniz, hansısa bir işi itirməyiniz, pul itirməyiniz deyil. Bu sizin də başınıza gələ bilər, mənim də bir başqasının da. Amma siz necə reaksiya verirsiniz? Mən necə reaksiya verirəm, başqası necə reaksiya verir? Məsələ buradadır. Bizi fərqləndirən budur. Əgər müqayisə etmək istəyirsinizsə özünüzü, bu cür müqayisə edə bilərsiniz ki, Ayşənin başına bu iş gəldi. Məsələn, 5000 manat qazandığı bir işi itirdi. Ayşən bu formadan yanaşdı, bu genişliklə yanaşdı. Mən nə cür? Baş etmə duyğusu. Və eynən dayanıqlılıq budur. Necə baş edir, necə reaksiya verir? Bunu müqayisə edə bilərsiniz özünüzə. Amma onda bu var, məndə yoxdur. Bu onun başına gəldi, bunu filan kəsi öldü, amma məndə hər şey əladır. Gələcəkdə nə baş verəcəyini biz bilmirik. Daha ağırlıqla qarşılaşmayacağını biz bilmirik. Amma sən öyrənirsənmi bu formada? Məsələn, bizim təzəcə bir xanım qız müraciət edibdi, 23 yaşı var. Onun istədiyi insandan ayrılıbdı, yəni münasibət tutmur, getmir və bu ayrılıq ona o qədər çətin gəlir ki, həm həyəcan, təşviş, qorxuları baş verir və gəlir deyir ki, o xalının altına süpürmə dediyimiz hissə gəlir ki, məndə hər şey əladır, mən nazirlikdə işləyirəm, maaş çox gözəldir, mən çox yaxşı belə deyim də ailənin qızıyam, hər şey məni əl üstündə saxlayırlar, geyimim, yeməyim, çatdırılma, hər şey məndə əladır. Sadəcə mən bu oğlanla münasibət qurmaq istəyirəm və həyatımı bununla davam etmək istəyirəm, amma o oğlanla biz get-gəlli bir münasibətdəyik. Ayrılırıq, gah barışırıq, bizdə düzgün getmir və qızın qorxuları başlayır, həyəcan təşvişi, getdikcə narahat olur, o gəldikcə xoşbəxt olur, elə bir onu özünə bir şarj aparatı kimi istifadə edir, zaryatka kimi belə istifadə edir. Burada terapiyada baxırıq ki, qızın bu prosesi qəbul etmə gücü zəifdir. Yəni, onun ayrılıqla baş etmə gücü yoxdur. Çox adam belədir. Və danışırıq. Deyir ki, hər şey əladır mənim. Danışırıq. Əvvəldən qorxularım var idi. Əvvəldən kimsə itirəndə, məsələn, sevgilərim olub mu, itirəndə necə kəsnəliyəm. Heç olmur ki, mən ayrılmışam.
Heç kəs məni atmayıbdı, mən ayrılmışam və çox da yaxşı oldu belə. Ürəyimdə heç birində qalmayıbdı. Hətta onlar əzab çəkdilər, mən əzab çəkməmişəm deyibdi. Deyirsən ki, məsələn, dostun sənə bir hansı bir güvənsizlik yaşatdığında sən necə öhdəsindən gəlsən, qorxursanmı, tez zəng eləyib onunla bir danışmaq, görüşmək istəyirsənmi, narahat olursanmı, çözmək istəyirsənmi? Deyir ki, yox, çox elə yəni veclə almıram. Hər şeyi görürsən ki, bastırır. Biraz seanslarla işlədikcə görürsən ki, o ən yaxın insanlarından birində uşaqlıqda bitiribdir. Yəni nənəsini, ya ona baxan bir dayəsini, hansısa bir itiribdir və o itki qorxusunu o qədər bastırıb və yasını yaşamayıb ki, indi o sevdiyi insanı itirməkdən qorxur və çəkinir. Əslində onu proyeksiya eləyir bu prosesin üzərinə. Onun qorxusu orada itiribdir, çatmayıbdır, orada öhdəsindən gələ bilməyibdir, yenə öhdəsindən gələ bilmərəm. Yenə bir itki ilə. Yəni bizim o hadisələrin öhdəsindən gələ bilməməyimiz gələcəkdə daim olaraq proyeksiyalara gətirib çıxardır və insan bu gücü orada qazanır. Biz buna immunitet deyirik, psixoloji immunitet. Necə ki biz xəstələnirik. Bəli. Eyni şey bizdə proseslərdə baş verir psixoloji. Sənin başına hansısa bir hadisə gəlir və bu hadisədən sən sağlam çıxa bildiyin müddətcə sən immunitet qazanırsan. Sən artıq daha da elə bil ki, o immuniteti qazanda gələcəkdə daha böyük problemdən daha rahat çıxa bilirsən. Təcrübə də deyəsən. Təcrübə qazanır insan, bəli. Yəni immunitet deyirik biz buna. Amma gəlib deyəndə ki, mən antidepresan istəyirəm, məsələn, bu prosesdə antidepresan istəyirəm, məni bir psixiatra yönləndirin, dərman için, hansısa sakitləşim. Düzdür, iş həyatına təsir göstərirsə, yuxularına, qidasına. 12 seansa qədər bunu məsləhət görmürük, çünki bayağı bir dəyişiklik olur 12 seansda. Amma görürsən ki, heç cürə yerə göyə sığmır, bunu psixiatra yönləndirmə eləyə bilirsən ki, bu getsin. Amma biz orada dərmanla istifadə eləyiriksə, immunitetimizi qazandıra bilmir. Yəni yenə baş edə bilmədi, dərmandan bir istifadə edir. Yenə hal-hatına süpürmə oldu. Yenə hal-hatına süpürmə oldu. Düzdür, bu demək deyil ki, şəxsiyyət pozuntularında rəsmədə psixiatriyanın çox böyük bir rolu var. Yəni mən ümumiyyətlə psixiatrlarla işləməyi çox sevirəm və dərmanların çox böyük bir etkisi var deyə düşünürəm. Amma psixoloji dayanıqlılıq qazanmaqda dərmanın bir keyfiyyəti yoxdur. Dünən məsələn bir psixoloqun söyləşinə baxdım. Dedi ki, antidepresanlar əslində tədavi etmir, sadəcə mutsuzluğu aşağı salır. Yox, əslində qalanda müalicə edir. Yəni mən deməzdim ki, müalicə eləmir. Çünki serotonin səviyyəsinin indi hal-hazırda yüksəkdə saxlamaq və doğal şəkildə salgılanmağı çox da gördüyümüz bir mövzu deyil. Çünki stres var. Eyni günümüzdə daim olaraq telefon əlimizdədir. Daim olaraq işdə stressdən, yolda tıxacla qarşılaşırıq. Şəhər mühitində havanın təmiz olmağı, bu rejim normal deyil. Yəni şəhər mühiti hava təmiz deyil o qədər də və belə olduğu təqdirdə bizim orqanizmimizdə hormonların belə dəyişimi baş verdiyi üçün dərmanların müalicəvi uzun müddət işlətdiyində etkisi çox yüksəkdir. Amma yəni dediyim kimi psixoloji dayanıqlılıq qazanım deyənə mən dözə bilmirəm bu mənə ayrılır deyə mən götürüm dərmandan istifadə edeyim. Mən dözə bilmirəm uşağım ağlayır deyə mən hər dəfə götürüm dərmandan istifadə edeyim. Get-gedə bəli səni daha da gücsüzləşdirir, nəinki güc qazandırır. Yəni həmin müddətdə sən problemin çözümünü ala bilərsən, amma sonrasında yenə eyni qayda ilə qayıdacaq eyni vəziyyətə. Bir insan psixolojisinin zəif olduğunu və yaxud da psixolojik artıq belə deyim də, məsələn, depressiyonda olduğunu necə anlaya bilər? Bilirsiniz, intellektual zəka kimi emosional zəka da çox önəmlidir insanın özünə qarşı. İntellektual zəka bizim məntiq, yaddaş bunları deyir, intellektual zəka, yəni bunların öldürülməsi, emosional zəka emosiyalarımızın fərqində olunmağı, emosiyaların idarə olunmağı deyirik biz buna. Əgər siz öz emosiyalarınızın normadan aşağı olduğunu görürsünüzsə, daha çox yəni belə deyim, qafandılığınızı hiss eləmirsinizsə, emosional zəkanız aşağıdır. Nəyi necə yaşadığınızı fərqində deyilsinizsə, emosional zəka aşağı səviyyədədir. Yəni mən gəldim bura, sizlə söhbət eləyirəm və bir rahatam, enerjimiz tutdu. Mən bu emosiyalarımın özündə fərqindəyəm
ki, mən nə maraqçılıq keçirtmirəm, nə kameralardan həyəcan keçirtmirəm və bu emosiyanın fərqində olmaq bizim söhbətimizin axıcılığına gətirib çıxartsa da, mən özümə yönələ bilirəm, fərqindəyimi artıra bilirəm. Amma insan öz emosiyasının fərqində ola bilmirsə, buna nəzarət edə bilmirsə, bu yerdə getdim, mən yaxşı hiss eləmədim, bunu biraz daha tez yekunlaşdıram. Yəni, və yaxud ki, bu insan mənə xoş təsir eləmir, məndə qorxuları oyadır, məndə həyəcanı oyadır deyə bilmiriksə, biz bunu özümüzdə fərqində deyiriksə, təbii ki, get-gedə depressiyada düşəcəyik, get-gedə ağır nəticələrin də gəlib çıxacağıq. Narsizm, narsistlik hər bir insanın həyatında məncə var. Əslində bu ego ilə yönələn bir hissədir. Hər bir insan mənə özünə yönəlirsə, biz buna narsist deyə bilmirik. Çünki narsist şəxsiyyət pozuntusu başqa bir durumdur. Necə borderline şəxsiyyət pozuntusu, bipolar şəxsiyyət pozuntusu, şizofreniya, narsist şəxsiyyət pozuntusu budur. Ayrı bir diaqnozdur. Bu konkret bir diaqnozdur, elə bir həddə, elə bir səviyyədədir ki, necə borderline, necə bipolar psixiatr işləyirsə, o vəziyyətlə də psixiatr işləyir və terapiyalarda çox böyük bir nəticə almaq, daha çox psixiatrın və psixoterapevtin çalışması lazımdır burada. Amma biz indi cəmiyyət olaraq daha çox yönəlmişik ki, kişilərə oxumuzu yönləndirək. Eynən, onlar bizə hədiyyə almırlar, onlar bizə gül vermirlər, bizə diqqət ayırmırlar, qayğı vermirlər. Halbuki özümüz özümüzə eləmirik. Yəni, bu belə yönləndiyi təqdirdə təbii ki, bir ad qoymalıyıq buna. Bir, belə deyim, don geyindirməliyik də buna. İndi deyirik ki, kişilər çoxsu narsistdirlər. Yəni, bu buradan qaynaqlanır əslində. Hər insanın içində bir narsist duyğusu var ya. Yəni, hər insanda bu vardır, özünü düşünmə ilkin olaraq. Belə də olmalıdır. Mən düşünürəm ki, bəli, belə də olmalıdır. Mənim çox yaxın bir arkadaşım deyib, bu sözü. Çünki, yəni, belə bir deyim var idi və video çəkilmişdi bunun üçün ki, təyyarədə gedirsənsə, birinci uşağın ağzına o hava maskasını yox, birinci ana özü ağzına taxmalıdır. Sonra özü nəfəs aldığı müddətcə uşağını qoruya bilir və uşağını maskanı taxa bilir. Birinci gəmi batanda insan özünü görmelidir. Yəni, belə olmalıdır ki, sən sağlam olmalısan ki, qarşıdakı köməkli eləyəcəksən. Psixologiyada da bu belədir. Yəni, biz psixoloq olaraq özümüz, alət olaraq özümüz deyənə, məsələn, sizdə bəzi alətləriniz vardır, orada təmizlik olmasa, sterilizə olmasa, siz o alətdən istifadə edə bilmirsinizsə və ya sıradan çoxsa istifadə edə bilmirsinizsə, bizim özümüzün sağlam olmamaq, hansısa bir şeylərdə tükəzləməyimiz, doğrusu olaraq belə deyim də, narahatçılığımız alət olaraq özümüz olduğu üçün biz bunu istifadə edə bilmirik həmin müddətdə. Seans götürmürük həmin müddətdə. Eyni qayda ilə bu belədir. Yəni, biz özümüzü burada sağlam tutmaq məcburiyyətindəyik. Psixoloq olaraq və insan olaraq sağlamlığımız yerində olmalıdır ki, başqa birisinə də yardım edir. Mənim çox yaxın arkadaşım bir dəfə çox şiddətli bir tartışma yaşadı. Mənə dedi ki, sən də narsistsən, sən dedi, hep de insanların həyatda bunu edirsən, bunu edirsən. O qədər mənə təsir eləmiş ki, həqiqətən yəni mən biraz narsistim, mən biraz qəribə düşünürdüm də və həmən bir şeyə qapılmışdım. Yəni mən narsistəm, ətraf, yəni bu niyə məndə var falan filan. Yəni sən mən psixoloqa getdim, dedim ki, bəs belə mən narsistəm. Dedi, əgər sən özün narsist deyilsən, sən bunu qəbul edirsən, narsistim yox. Və çox rahatlamışdım bundan sonra. Eynən, özünü dəyərləndirmə eləyirsən. Narsist şəxsiyyət pozuntusu özünü dəyərləndirmə edə bilməyən və daha çox ətrafa yönələndir. Yəni, özünü bir, belə deyim, aslan kimi görür və hər kəsi pişik kimi görən bir şəxsiyyət pozuntusudur. Və belə deyək də, orada özünün mənfilərini görmür, əslində özgüvən əksikliyindən qaynaqlanan bu narsist şəxsiyyət pozuntusuna gəldiyini görmür, öz tərəflərini yönləndirib dəyərləndirmə eləmir. Biz empatiya qura biliriksə düzgün şəkildə, mən sizə bu sözü desəm, sizin inciyərsiniz deyim, mən o sözü istifadə eləmirəmsə, demək ki, mən özümə empatiya qururam və dəyərləndirmə aparıram sizlə bağlı söhbətimi. Ona görə də mən narsist şəxsiyyət pozuntusu olma ehtimalım nədir? Yox. Gözəl. Dostum, bu söhbəti saatlarca sürdürmək olar. Çox gözəl. Yekunlaşdırmalıyıq. Gəldiyiniz üçün təkrar təşəkkür edirəm. Çox gözəl bir veriliş oldu. Deyərdim ki, mənim üçün yəni çox rahatlatıcı bir söhbət olur. Çox sağ olun, bir daha gəldiyiniz üçün təşəkkür edirəm. Sizin bizə söyləmək istədiyiniz, soruşmaq istədiyiniz bir şey varmı? Çox sağ olun ki, belə verilişlərlə insanların həyatına toxunursunuz və bəzi mövzuları aydınlaşdırırsınız, sualları aydınlaşdırırsınız. Ümid edirəm ki, işlərinizdə böyük uğurlar əldə edəcəksiniz. Uşaqların həyatına çox böyük təsirləriniz olar deyə düşünürəm. Çox sağ olun, təşəkkür edirəm. Beləliklə, daha bir bölümümüzün sonuna gəldik. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Digər bölümlərimizdən xəbərdar olmaq üçün kanalımıza abunə olmağı, like etməyi unutmayın.
Dediyiniz kimi tibbin görünməyən bir tərəfidir, arxadakı qəhrəmanlar.